İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən Aynadan yenə şikayət var. Bu dəfə taksi sürücüsü haqlı olaraq etirazını sosial şəbəkələrdə paylaşıb ki, bəlkə aidiyyatı qurumlar görüb dərdlərinə bir çarə tapalar. Buradan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinədir. Siz nə etmək istəyirsiniz, qardaş? Siz bu şəhidlərin qanı bahasına qurulmuş bu dövləti dağıtmaq istəyirsiniz. Siz bu xalqı bu dövlətin üstünə qaldırmaq istəyirsiniz. Qardaş, bu boyda sürücülər üsyan edir, fəryad edir. Necə bu aidiyyatı qurumların qarşısına çıxmır bu videolar? Yolun sağını, solunu parking eləyib saatı 70 qəpikdən satırsan. Bu taksi də saxlayan kimi 80 manat 2 bal, 80 manat 2 bal. Absurd deyil, taksi şoförünün sərnişini mindirib düşürtməyinə görə cərimə yazmaq absurddur. Taksi şoförünün işi budur. Adam mindirib düşürtmək, ona görə cərimə yazılmaz. Deyəcəksiniz ki, təyin olunmuş yerdə saxlasın. Təyin olunmuş yer 1 kilometr, 2 kilometr ən az aralıdadır. Yağışda kimdir o 1 kilometr, 2 kilometr aralıda düşüb ünvana gedən? Və yaxud da bunun qucağı uşağı olan var, yükü ağır olan var, xəstə qocası var, əməliyyatda olanı var. Bu qədər olmaz, bu biabırçılıqdır. Ola bilməz ki, bu aidiyyatı qurumların qarşısına çıxmasın bu sürücülərin, şoförlərin fəryadı, üsyanı. Heç bir partiyanın da üzvü deyiləm. Mən zəhmətkeş bir ailə başçısıyam, Azərbaycan vətəndaşıyam. Qardaş, sən mənim balamın ağzının çörəyini, ailəmin ağzının çörəyini necə büdcəyə ötürüb hörmət qazana bilərsən? Sən necə mənim ailəmin, balamın çörəyini öz balana yedizdirə bilərsən? Günahdır ya, haram olar bu. Yerüstü Nəqliyyat Nazirliyi. Baxın, biz taksi şoförləri ümumi istifadəli nəqliyyat vasitəsidir. Biz sizin işçiləriniz sayılırıq. Şərait yaradın. Heç olmasa taksi şoförlərinə stupqa gedin. Güzəştə gedin. Bu taksi şoförü müştəri mindirib, adam mindirib düşürtməlidir. Yoxsa bu necə vergi verə bilər ki? Şərait yaradım, heç olsa taksi şoförlərinə də cərimə yazmayayım. Nə üstə? Adam mindirib düşürtmək üstündə 80 manat 2 balı cəriməni başa düşdürməyib, bu cəriməni borc xərc eləyib verirsən. Bu bal nədir?